Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarından qısaca nəzər salaq. Əli Babayi Təbriz Mərkəzi həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Məşəddə 10 etirazçı tələbə cəzalandırıldı. Hava nəqliyyatı sektorunda yüzlərlə nəfər işsiz qaldı. Donald Trump yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələrin endiriləcəyini açıqlayıb. Tehran hücumları dayandırmaq üçün yalvardı Trumpdan açıqlama. İndi isə daha ətraflı. Əyyub Şiri 2 aylıq həbsdən sonra 10 iyun tarixində girov qarşılığında Təbriz Mərkəzi həbsxanasından müvəqqəti olaraq azad edilib. Şiri bu ilin martın 31-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış və istintaq mərhələlərindən sonra Təbriz Mərkəzi həbsxanasına köçürülmüşdü. Yayılan məlumatlara görə o, həbs müddətində Təbriz Mərkəzi həbsxanasında saxlanılıb və onun ailəsi və yaxınları son həftələr ərzində işin ədalətli və şəffaf şəkildə araşdırılmasını tələb ediblər. Əyyub Şiri müvəqqəti olaraq azad edilsə də onun cinayət işi açıq qalır və yekun qərar məhkəmə prosesinin davamı və müvafiq orqanların qərarından asılı olacaq. Azərbaycan Milli Hərəkatının fəalı Əli Babayi Təbriz Mərkəzi həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılmağa davam edir. Əldə edilən məlumatlara əsasən o, keçən bazar ertəsi video bağlantı vasitəsilə müstəntiq qarşısına çıxaraq son müdafiə çıxışını təqdim edib. Mənbələrin sözlərinə görə yeni iş üzrə də ona qarşı rejimə qarşı təbliğat ittihamı irəli sürülüb. Əli Babayi müdafiə zamanı bildirib ki, onun hansı fəaliyyətinin bu ittihama əsas kimi götürüldüyü və həbs qərarının hansı dəlillərə söykəndiyi ona aydın deyil. İstintaq iclaslarından nəql edilən ifadələrə görə təhlükəsizlik əməkdaşları ondan fəaliyyətlərini dayandırmağı tələb ediblər. Lakin o əvvəllər yaydığı mövqe və yazılardan geri çəkilmədiyini, onları müdafiə etməyə davam etdiyini bildirib. Məlumata görə Əli Babayi həbs müddətində digər məhbusların yanında yer alaraq onların hüquqlarının müdafiəsində fəal rol oynayıb. Bu səbəbdən o bir neçə dəfə həbsxananın mühafizə orqanları tərəfindən çağırılaraq dindirilib. Əli Babayi artıq təxminən 8 aydır ki, həbsdə saxlanılır. Məşəd şəhərinin Səccad Universitetinin 10 tələbəsi yanvar etirazlarında iştirak etdiklərinə görə cəzalandırılıb. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə Universitetin İntizam Komitəsinin qərarına əsasən onların 2 il yarımdan 4 ilə qədər təhsillərinə qadağa qoyulub. Etiraz eyləmlərində iştirak edən tələbələrin ixtişaş yaratmaqda günahlandırıldıqları bildirilib. Hazırda həbsdə olan Qəzvinli fəal Suri Babayi Çegini və həyat yoldaşı Məhəmməd Rıza Murad Behruzi İnqilabi Prokurorluğunun 1-ci istintaq şöbəsinə çağırılıblar. Bu barədə onların yaxınları məlumat yayıb. Onlara göndərilən çağırış məktubunda 5 gün ərzində prokurorluğun adı çəkilən bölməsində olmaları istənilib. Fəallar milli təhlükəsizliyə zidd olaraq şəbəkələrə, media nümayəndələrinə, sosial media və ya xarici kanallara video, şəkil və məlumat göndərmək, İsrail, düşmən ölkələr, düşmən qruplar və ya onlarla əlaqəli hər hansı bir qurum üçün milli təhlükəsizliyə zidd olan hər hansı bir əməliyyat və kəşfiyyat fəaliyyəti göstərməkdə günahlandırılıblar. Qeyd edək ki, Suri Babayi Çegini yanvarın 6-sında etiraz eyləmlərində həbs olunaraq saxlanılıb və rəhbəri təhqir etmək və hökumətə qarşı təbliğat ittihamları ilə 3 il həbs cəzasına məhkum edilib. Davam edirik. Uçuşların azalması aviaşirkətlərdə geniş ixtisarlara səbəb olub. Günaz TV-nin məlumatına görə son müharibədən sonra uçuşların azalması və bəzi təyyarələrin sıradan çıxması İranın hava nəqliyyatı sektorunda yüzlərlə nəfərin işsiz qalmasına səbəb olub. İLNA agentliyinin yaydığı məlumata əsasən Tehran şəhərində fəaliyyət göstərən aviaşirkətlərdə çalışan təxminən 1500 uçuş bələdçisindən 400-ə yaxını son aylarda işini itirib. Məlumata görə aviaşirkətlər azalan uçuşlar və artan xərclər səbəbindən işçi sayını azaltmağa başlayıblar. Eyni zamanda İranın hava donanmasına dəyən zərərlə bağlı fərqli rəqəmlər açıqlanır. Bəzi rəsmlər 20-yə yaxın təyyarənin zədələndiyini bildirsələr də digər mənbələr bu sayın 50-yə yaxın olduğunu qeyd edirlər.
Mütəxəssislər hesab edirlər ki, təcrübəli və təlim keçmiş işçilərin bu sahədən uzaqlaşması gələcəkdə hava nəqliyyatı sektorunun bərpasını çətinləşdirə bilər. Məlumatlara görə, işini itirən bir çox uçuş bələdçisi dolanışığını təmin etmək üçün taksi xidmətlərində və digər xidmət sahələrində çalışmağa məcbur olub. ABŞ prezidenti Donald Trump yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələrin endiriləcəyini açıqlayıb. Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Biz onları dünən sərt şəkildə vurduq. Bugün də yenidən sərt şəkildə vuracağıq deyə ABŞ prezidenti qeyd edib. Onun sözlərinə görə bu qərar İran qüvvələrinin Birləşmiş Ştatlara məxsus helikopteri vurması ilə əlaqədardır. Tehran rəsmiləri ilə birbaşa danışdım və onlar hücumların dayandırılması üçün yalvardılar. Bunu ABŞ prezidenti Donald Trump deyib. ABŞ prezidenti həmçinin ABŞ qırıcı təyyarələrinin İran səmasında fəaliyyət göstərdiyini təsdiqləyib. Çıxışının başqa bir hissəsində o, İsrailin ABŞ-nin İrana son hücumlarında iştirak etmədiyini söyləyib. Fox News həmçinin Trumpın hələ də İrana daha çox hücum etmək ehtimalını istisna etmədiyini bildirib. ABŞ İrana qarşı yeni hücum dalğasında 49 Tomahawk qanadlı raketindən istifadə edib. Eyni zamanda hücumlarda bombardmançı təyyarələrin də iştirak etdiyini bildirib. Trump onu da əlavə edib ki, bəzi hədəflər Tehrandan 65 kilometrə qədər məsafədə yerləşir. Amerika Birləşmiş Ştatları silahlı qüvvələri bugün şərq vaxtı ilə saat 17:15-də baş komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə qarşı əlavə özünü müdafiə zərbələri endirməyə başlayıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumatda zərbələrin İranın əsassız və davam edən təcavüzünə cavab olaraq həyata keçirildiyi bildirilib. Bundan sonra CENTCOM səhər saatlarında hücumların başa çatdığını bildirib. İsrailin baş naziri Benyamin Netanyahu Livan xalqına video müraciətində İsrailin onlarla müharibədə olmadığını bildirib və münaqişənin Hizbullah və İranla olduğunu deyib. Livan xalqı, sizə bir mesajım var. İsrail sizinlə müharibədə deyil. Biz sizin ölkənizi girov götürən, İranın əmrlərini yerinə yetirən, ərazinizdən İsrailə qarşı terror hücumları üçün istifadə edən Hizbullahla müharibədəyik deyə Netanyahu deyib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.